Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Yanvar ayının 28-idir və qızıl dünən dediyimiz 5142, 5193-ləri gördü. Hətta 5284-lərə qədər yüksəldi və biz 5284-dən artıq satış əməliyyatlarını vermişik. Yəni ən azından korreksiyasını 5250-lərə qədər, 5235-lərə qədər. Hətta dərin korreksiya 5209-lara qədər yəni gələ bilər. Biz bunu Telegram siqnal kanalında verdik. Dünən nə az nə çox 32 siqnal paylaşdıq Telegram siqnal kanalında. Yəni bunu biz deyək ki, burada yəqin ki, yəni siz ekrandan görə bilərsiniz. Yəni biz 32 siqnal paylaşdıq. Demək olar ki, mükəmməl bir nəticə verdi. İndi qızılın növbəti hədəflərini nəzərə çatdırın. Qızılın növbəti hədəfləri 5368. Təbii ki, bugün oraya qədər, yəni ilk öncə 5334-ləri görməlidir. Sonra yuxarı hədəfləri 5477, 5577. Hələ ki bu hədəfləri. Amma yəni ola bilsin sabahı bir gün, yəni sürətli bir eniş olar. Yəni yadınızda saxlayın ki, əgər qiymət 100 dollar, 150 dollar, 200, 250 dollar, 300 dollar sürətlə aşağı gəlirsə, yəni risk edib hər dəfə endikdə buy edib qalxacaq deyə fikirləşməyin. Qoy korreksiyasını tam olaraq versin, ensin, sonra yuxarı siqnal olanda buy versin. Hər sürətli enişdə, yəni düşən bıçağı tutmağa çalışmayın. Yəni əlinizi kəsər. Ona görə biraz ehtiyatlı olmaq lazımdır. Bitcoin'e gəldidə isə Bitcoin'də də dünən alış əməliyyatları verdi, mükəmməl nəticə verdi. Bugün alışlar 89.450-lərdən gələcək, satışlar isə 89.000-lərdən gələcək.